Bugün səhər saatlarında Xətai rayonu Xocalı prospekti 29-da yerləşən çoxmərtəbəli yaşayış binalarının birində yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Nazirlikdən bildirilib ki, hadisə ilə bağlı əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri gedib. Yanğınla mübarizə tədbirləri çərçivəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri binadan təxliyə olunublar. Tovuz rayonu Aşağı Quşçu kəndində isə fərdi yaşayış evində partlayış olub. Fövqəladə Hallar Nazirliyinin Tovuz yanğından mühafizə hissəsinin qüvvələri əraziyə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilən zaman vətəndaşa məxsus ümumi sahəsi 120 kvadrat metr olan fərdi yaşayış evində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış nəticəsində evə ziyan dəyib 3 nəfər xəsarət alıb, yanğınsöndürənlər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb, hadisə ilə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.